Herkese salam. Bugün informatika qəbul imtahanı testinin sınaq birinin suallarını izahlı həll edəcəm və mən də bu anda bu tip sualları işləmiş olacağam. Deməli, informasiyanın neçə növü var? Deməli, informasiya növləri bunlardır. Səs informasiyası, qoxu informasiyası, taktil, yəni dəri informasiyası, vizual informasiya, qoxuda, bir də dad informasiyası, 5 dənə var. Cavabı da 5 olacaq. İnformasiya hassası deyil. Aktuallıq informasiya hassasıdır. Tamlıq informasiya hassasıdır. Etibarlıq informasiya hassasıdır. Obyektivlik informasiya hassasıdır. Diskretlik algoritm hassasıdır. Ona görə cavab E olacaq. Üçdə informasiya emal prosesi. Elektrik enerjisi istehsalı. Elektrik enerjisi istehsalı, yəni informasiya emal prosesi ilə heç bir əlaqəsi yoxdur. Kitabın cildlənməsi yox. Elektron məktubun göndərilməsi, ötürülməsidir. Mətnin tərcümə edilməsi, yəni emal edilməsi. Tutaq ki, bir mətnin Azərbaycan dilindədir. Biz bunu dəyişirik. Yəni türk dilinə, tutaq ki, türk dilinə tərcümə edirsə, bu mətn dəyişilmiş olur. Yəni forması dəyişilir. Onun cavab D olacaq. 4də informasiya növü deyil. 4də deməli informasiya növü deyil. Video informasiya növü deyil. Qalanlar isə informasiya növüdür. 4A. Sonra informasiya qəbul edəcək şəxsin başa düşdüyü şəkildə verilməsi informasiya hansı əsasına aiddir? Yəni sual oxuyum. İnformasiya qəbul edəcək şəxsin başa düşdüyü şəkildə verilməsi informasiya başa düşdüm. Etibarlı informasiyanın düzgün və doğru şəkildə olmasıdır. Ya bu bu başa düşən anlamalıdır, yəni etibarlıq deyil. B. Tamlıq, yəni informasiya tam olmalıdır, bütün detallar olmalıdır. Bu anlamaq heç bir əlaqəsi yoxdur. C. Aktuallıq. Aktuallıq cari zamana uyğun olmasıdır. Bununla da əlaqəsi yoxdur. D. Anlaşıqlılıq, yəni informasiyanın daha anlaşıqlı hala getirilməsidir. Cavab deyil. Sonra 6. Doğru ifadəni müəyyən edin. Cari zamana uyğun olan informasiya aktualdır. Elə cavab A-dır. Yəni Sezar üsulu ilə şifrlənmiş film sözünün şifrini müəyyən edin. Deməli, mən bu mövzunu keçməmişəm. Onu bu sualı yazan deyiləm. Boş buraxıram. Deməli, Sezar üsulu ilə şifrlənmiş sözünün, bunu da bilmirəm mən. Bunu sonra qoyayım. Deməli, 9. Şagird panik proqramında ağ-qara təsvir rəngləyir. O bu təsvir üzərində hansı informasiya prosesini yerinə yetirir? O bu təsvir üzərində, yəni ağ-qara təsviri rəngi, yəni onun formasını dəyişdirirsə, cavabı da burada emal olacaq. Yəni emal edir də. Ya cavabı həll edir, ya da o cavabın formasını dəyişdirir. 10. İnformasiyanın qrafiki təqdim olmasına aid deyil. A. Fotoşəkil. Fotoşəkil vizual informasiyadır və fotoşəkil qrafikdir. Yəni biz gözlə görürük. B. Diaqram. Diaqram qrafik informasiya, yəni cədvəl və s. o növə aiddir. Səs yazısı, yəni əlbəttə ki, qrafik informasiya deyil, yəni audial informasiyadır. Onun cavabı olacaq. 11. Hansı növ antiviruslar vaksinləşmə yolu ilə virusla aldılaraq proqramların yoxlamasının qarşısını ala bilər? Deməli, A. Detektorlar. Deməli, bir dənə sual. Hansı növ antiviruslar vaksinləşmə yolu ilə virusları aldılaraq proqramların yoxlamasının qarşısını ala bilər? Bu cavab burada detektorlar olan deyil. Ya bu biraz gəlməsi olan, burada cavab B olacaq, müfəttişlər. Normal həyatda da müfəttişlər insan sorğuya çəkir. Onu sorğuya çəkir, normal həyatda da belə rastlaşa bilərik. İnformasiya kompleks mühafizə sisteminə aid deyil. Proqram aparat mühafizəsi, təşkilati mühafizə, şəxsin qanunverici mühafizə, mühəndis texniki mühafizə. Yəni burada kompleks mühafizə sisteminə aid deyil deyirsə, yəni bunlar hamısı
kompleks, yəni şəxsi mühafizə yəni özümüzə aid olan mühafizədir. Ona görə yəni məncə cavabcı olacaq. Amma tam da bilmirəm, səhv də ola bilər yəni. Araşdırıb tam deyərəm. Antivirus proqramı deyil. Titanium A, B Avast, C McAfee, D disk defragmenter, E Doktor Web. Məncə disk defragmenter. Gəl siz araşdıraq. Gerək Google-a. Disk defragmenter antivirustur. Antivirus. Gördüyünüz kimi cavab elə düz çıxdı. Disk bu kompleks hard diskinin məhsuldan artmanın nəzərdə tutulmuş sistem alətidir. Yəni o alət imiş. Dağıtılsın. Hə. Bu cavab olacaq D. Uyğunluğu müəyyən edin. Bir əməliyyat sistemini yaxşı bilən və onun nüvəsini yenidən proqramlaşdıra bilən kompüter mütəxəssisləri, müxtəlif proqramların üzünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif eləyən istifadə edilməyə mütəxəssislər. 3. Hakerlik sayəsi kifayət qədər bilgiyə malik olmayan, lakin digər hakerliyin utilitlərini istifadə edən kompüter təhlükəsizlik sistemində ziyan verə biləcək mütəxəssislər. Deməli, bunu da tam bilmirəm. Amma yəni bütün nə deyir? Bir A. Məncə burada cavab D olacaq, məncə. Çünki yəni 3-ə fikir versəz, lakin digər hakerlərin utilitlərini istifadə edərək kompüterin təhlükəsizlik sisteminə ziyan verəcək mütəxəssislər. Yəni bu casus ola bilər. 3 D olduqda qalan 2 1 A da olur. Yəni məncə cavab 3D ola bilər. Ya 14D ola bilər. Yəni amma səhv də ola bilər yəni. Bazar günü Arif dostu evinə qonaq getdi. Dostuna qarşıdakı dayanacaqdan avtobusa binib geri qayıda biləcəyini dedi. Arif dayanacaqda 3 fərqli növbəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiya onu geri qayıtmaq üçün qərar qəbul etməyə kifayət etmir. Dostunun verdiyi informasiya hansı hassası ödənilmir. Yəni burada A obyektiv, obyektiv informasiya yəni subyektiv olması, yəni şəxsi fikirlərdən, qərəzlərdən asılı deyil. B etibarlı, bu etibarlı informasiya düzgün olmasıdır. C tamlıq, informasiyanın tam detallı şəkildə olmasıdır. Məncə burada cavab C olur. Məncə yox, cavab elə burada C olur. 16. Uyğunluğu müəyyən edin. 1. Cari zamanı uyğun olan informasiya. 2. Ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında alınan və üst-üstə düşən informasiya. 3. Başqasının fikrinə asılı olmayan informasiya. Cari zamanı uyğun olan informasiya aktual informasiya olacaq. 1B. 2. Ayrı-ayrı mənbələrdə eyni obyekt haqqında alınan və üst-üstə düşən informasiya. Bu ayrı-ayrı mənbələr eyni obyekt haqqında və bu tam informasiya olacaq, tam detallı. 3 də olacaq. Başqasının fikrinə asılı olmayan informasiya, qərəzlərdən uzaq olan informasiya. Bu da elə olacaq E. Yəni 1B, 2A, 3E. 1B, 2A, yox. 1B, 2A, 3E yox. 2C. 1. 2 də C olacaq, 2 də C olacaq. Oradaki cavab olacaq 1B, 2C, 3E. Cavab da A. Sonra kompüter viruslarının qorunma səviyyələrinə aiddir. Bir virusdan kompüter daxil olmasının qarşısı alınır. Viruslar kompüterdə izlənilir. 3. Virusların növü təyin edilir. 4. Virus hücumunun təsiri bilməyindir. 5 virus hücumlarının qarşısı alınır.
Deməli, burada 2-1. Yani burada ya 2 olacaq ya da 1 ilə başlayır. Viruslar komiteli izlənilir. Bir viruslar komiteli dahil olmasının qarşısı alınır. 2, 3, 4 ya da 5. Hə. Məncə burada cavab 2 ya mən də o ikinci sualı boş buraxıram. Bilmirəm. 18. İnformasiya biometrik mühafizə sistemlərinə aiddir. 1. Gözün güzəştli şihasının şəklinə görə tanınma. 2. Ovucun deməli 1 aiddir. Ovucun temperaturuna görə tanınma bu deyil. Niskin özəlliklərinə görə tanınma bu deyil. Barmaq izlərinə görə tanınma bu doğrudur. 1 4 üzün rənginə görə tanınma bu da doğrudur. 1 4 5. Yəni cavab B. Uyğunluq müəyyən edin. İstimaiyyəti məxsus proqram təminatı, public domain software, şərti ödənişsiz proqram təminatı, shareware, özəl proqram təminatı, proprietor software. Deməli, bu işlərdə ilkin kodu da daxil olmaq ödənişsiz yayılan proqram təminatı. Yəni burada şərti ödəniş proqram təminatı olacaq, 2A olacaq. Yəni 2A. Sonra sərbəst olaraq üzr keçirilən bilən və müəllif hüququ ilə qorunmayan proqram təminatı. Yəni bu özəl proqram təminatı aid olmaz. Məncə bu 1 olar. 1 məncə olacaq, B olacaq. 1B. 1 bu olacaq. Cəmiyyətə yaxud qanun sahibinin xüsusi mülkiyyəti olan proqram. Bu 3C olacaq. 1B, 3C. Bax, 1B, 3C. Yəni C ilə E arasında 2 ya D olacaq ya da E olacaq. Gəlir edilməsi yalan proqram, müəllif hüququ ilə yorumlanan və pulsuz yalan proqramdır. Burada 2 də E olacaq. Cavab E. 20. Uyğunluq müəyyən edin. 1 mətn informasiyası, 2 ədədi informasiya, 3 səs informasiyası. A. Deməli bu uyğunluq müəyyən edici riyazi ifadələr, ədədlər, tarix və zaman verilənləri, boş ədədi informasiya, yəni 2A. Sonra 5. Suyun şırıltısı, telefon zəngi, quşların səsi, boş səs informasiyası, yəni 3B, 2A, 3B, 3B, 2A. Sonra şeir, hekayə, reklam yazısı, bu da olacaq 1. Yəni, neyse. 1E, 2A, 3B. Sonra yazın. 1. Süzgəc antivirus proqramlar fəaliyyəti. Virusların çoxalma və zərər vurma məqsədilə əməliyyat sistemində etdikləri müraciətlər tutur təhlükə əməliyyatlarını izləyir. Bu olan deyil. Tək yoxmuş faydalar aşkarlanmır, həm də olan ilkin vəziyyətlərini qaytarmaya çalışır. Bu deyil. Vaksinləşmə yolu ilə virusda aldığı proqram yoxlamasının qarşısı alına bilir. Deyil, hər hansı məlum virusu yoxlanmış faydalar aşkarlanma imkan verir. Əməliyyat şahacı qurulu yalnız onlara məlum virusdan antlaşır təmin edir, onları tapar. Məncə 21C olacaq. Məncə deyir, amma dəqiq demirəm. Çünki burada mən bilirəm, yəni mənim bildiyim mövzulara aid deyil. İnformasiya yadda saxlaması prosesi deyil. Mətni oxunması, şagirdlərin siyahıya alınması, mətni oxunması informasiya toplanması prosesi, şagirdlərin siyahıya alması, bu informasiyanın emalı, dəftərdə qeydiyyat aparılması emalı, informasiya diski yazılması, saxlanması, cədvəl verilən qeyd edilməsi, informasiya diskiyə saxlanması da cavab deyil olacaq. Çünki biz müəyyən bir informasiyanı diskiyə qoyuruq və diskdə də o informasiya saxlanır. 23. İnformasiya ötürülməsi prosesində iştirak edən elementləri ardıcıllıqla müəyyən edin. Yəni, bunu bilmirəm. Boş bıraxırıq. 24. Troyan virusların növlərini müəyyən edin. Uzaqda idarə etmə proqramı, casuslar, detektorlar, müfəttişlər,
Reklam proqramları. Troyan virusların növləri. Gəlin araşdıraq. Troyan viruslarının növləri. Növləri yazdı. Bunu düz yazmışam. Troyan virusu özün faydalı proqramı göstərir, canlıca daxil olan, lakin arxa fonda zərərli məlumat olduğu və sistemə qeyri-qanuni, yəni arka qapı, bank troyanları, şifroklar, DDoS hücum troyanları, yükləyici ransomware. Yəni sualımıza bir dəqiqədə baxaq, bir də baxaq. Açılsın. Yəni casus yox, detektorlardır. Yox. Bu sual məncə 2 ilə 3-4 belə yaxın gəlir. Amma siz mənim dediyimi yazmayın yəni. Mənə yaxın gələn onlardır. Mənim dərs izah edərkən şəkildə hansı növ informasiya cavab edirlər. Mənim dərs izah edir. Yəni dərsim lövhədə izah edirik. Yəni bu olacaq görmə olan deyil, səs eşidirlər, dad olan deyil, qoxu olan deyil, taktik olan deyil. Yəni hansı informasiya cavabı edirlər. Cavab 2. Cavab 2 olacaq. Sonra. Yox, görmə də ola bilər. Dərsi lövhədə də izah ediblər. Cavab 1-2 olacaq. 1-2. Üzrlü sayın. 26. İnformasiyanın biometrik mühafizə sisteminə aid olanlar müəyyən. Barmaq izlərinə görə tanıma, bu doğrudur. Ayaq izlərinə görə tanıma, bu yanlışdır. Üzə görə tanıma, bu doğrudur. Dırnağın quruluşuna görə tanıma, yanlışdır. Nitqi özelliklərine görə tanıma, yanlışdır. Və cavab olacaq 1-3. Sonra, uyumlu müəyyən edin. İnformasiya xassələri, informasiya prosesləri. 1. İnformasiya xassələri, 2. İnformasiya prosesləri. A. Ötürülmə. A. Ötürülmə informasiya prosesidir. 2A. Bir yazdım, bir yazdım. Yani bir ait olanlar ötürülmə bir ait değil, hastalara ait değil, distrikli hastalara ait diyor. Distrikli algoritm hassasıdır. Ona göre bir ait değil, C tamlıq ait değil, anlaşıl ait değil. Yani C ilə bir ait olacaq. Sonra 2A ötürülmə aiddir proseslərə, emal da aiddir, demək A olacaq. 28. Apple sözü K-li, Home sözü isə K2 açarlı Sezar sözü mən bilmirəm. Bu sual qoyacağım. Deməli, A ədədinə görə göstərilmiş əmrlər tətbiq edilir. A ədədinə bir əlavə et. A dəyişəninə. 2. Alınan nəticənin kvadratı yüksəl. Alınan ədəddən 2 çıx. Bu əmrlər 132-131 alıcı ilə sualın sağlıqla qal.